İran ordusunun bütün bölmələri ən yüksək hazırlıq səviyyəsindədir və ABŞ ilə İsrailin istənilən hücumuna cavab verməyə hazırdır. Bunu İranın İslam İnqilabı Keşikçiləri Korpusunun Tehran vilayəti üzrə briqada generalı Sərdar Həsənzadə bəyan edib. Müxtəlif bölmələr arasında koordinasiya və qarşılıqlı əlaqə daha da gücləndirilib. Döyüş əməliyyatları dayandırıldıqdan dərhal sonra təlimlər və yeni məşqlərə start verdik. Bugün korpusun ən mürəkkəb şəraitdə cavab vermə, müqavimət göstərmə və təhlükəsizliyin təmin edilməsi üzrə hazırlığı əvvəlkindən xeyli yüksək və güclüdür, deyə Sərdar Həsənzadə bildirib. ABŞ diplomatları Ukraynanı tərk etməyəcək, Vaşinqton isə Kiyevə dəstəyini davam etdirəcək. Bu barədə ABŞ senatoru Richard Blumenthal, Amerikalı iş adamı və siyasətçi James Hymes ilə Kiyevə səfəri zamanı jurnalistlərə açıqlamasında bildirib. O qeyd edib ki, Rusiyanın təhdidləri ABŞ və Ukraynanı qorxutmayacaq. Diplomatlarımız Ukraynanı tərk etmir. Onlar buradadırlar, biz qorxmuruq. Kiyevə yardımları dayandırmayacağıq. Rusiyanın raket və dron hücumlarını artırdığı bir vaxtda Ukraynanın əlavə ABŞ istehsalı olan Patriot hava hücumundan müdafiə sistemləri ilə bağlı müraciətləri dəstəkləyirik. Amerikalılara etibar etmək olmaz, çünki onların siyasətinin mahiyyəti öhdəliklərin pozulmasına əsaslanır. Bunu İranın Milli Təhlükəsizlik Şurasının katibinin müavini Əli Baqeri Almayedan televiziyasına müsahibəsində deyib. İranın qanunsuz sanksiyalar və hərbi təcavüz qarşısında qələbəsinin səbəbi xalqın dəstəyidir, deyə o əlavə edib. Baqerinin sözlərinə görə, regionda qeyri-sabitlik və təhlükənin əsas səbəbkarı ABŞ və İsraildir.